ki, məhz natamam ailələrdən çıxan uşaqlar bu davranışları sərgiləyəcək, psixologiya bunu inkar edir. Əsas valideynlərin öz valideynlik borcunu necə yerinə yetirməsidir. Ola bilsin ki, ailə dağılmış ailə olsun. Burada ata da, ana da öz missiyalarını çox gözəl yerinə yetirir. Ola bilsin ki, ailədir, ikisi də bir yerdə yaşayır, amma şiddət dolu bir ailədir. Və biz, məsələn, bu ailələrin, belə deyim də, tərəfində deyilik ki, elə sən ailəni qoruyub saxla. Burada təbii ki, uşaqlara ciddi ziyan vurur. Nəyə görə? Məsələn, ailədə şiddət olanda uşaq axı sakit, səssiz tərəfdir. O yığır, o şiddəti yığır. Məsələn, heyvanlara qarşı zorakılıq göstərəcək lap bu yaşlarından. Məsələn, onları bir tədqiq eləsək, o idmançıları, ola bilər, biz deyirik idmançıdır, bunda belə aqressiya ola bilməz. Xeyr, hətta biz yeniyetmələrə, hansı ki, onlarda aqressivlik müşahidə edirik, onlara məsələn, boks olsun, kickboxing olsun, yəni aqressiv xarakter daşıyan idman növlərinə getməyini, yəni ki, bir əngəlləyirik öz tərəfimizdən ki, olmaz. Yəni, psixoloji tərəfdən qətiyyən olmaz, birinci tərəf. İkinci tərəf, yəni ki, şiddət. Əgər bir ailədə şiddət varsa, fərqi yoxdur. Bu, psixoloji şiddət ola bilər, iqtisadi şiddət ola bilər, fizioloji şiddət ola bilər. Şiddətin bütün növləri uşaqlara təsir edir və uşaqlar bu şiddətə cavabsız qalırlar. Daha doğrusu, reaksiya verə bilmirlər. Onlar yığırlar, məsələn, kiçik yaşlarından heyvanlara zərər verməklə başlayır bu şiddət. Böyüyür, məsələn, deyir ki, yeniyetmədir, fiziki gücü var, onu yönləndirdim idmana. Yönləndirdi, getdi bu şiddəti, yəni bu aqressiyanı idmanda sərgilədi. Və ya sinif yoldaşına qarşı sonra bunu sərgilədi. Zorakılıq göstərdi ki, yəni mən fiziki gücümlə artıq sübut edirəm ki, mən kiməm. Burada əsas nüans bilirsiniz nədir, Ülfət xanım? Bizim ümumiyyətlə yeniyetmələr emosional cəhətdən qeyri-stabildirlər. Yəni, onsuz da bunların istər fizioloji olsun, istər psixolojilərində baş verən problemlərdən dolayı onsuz da onlar qeyri-stabildirlər. Yəni, dayanıqsızdır bunların psixikası. Və bu, bir çox psixoloji ədəbiyyatlarda ümumiyyətlə yeniyetməlik yaşı 9-21 yaş götürülür. Və bu dövrdə də əgər uşaqlar o, belə demir, hisslərini tanımalıdır. Ən birinci ailədə valideynlərdən tələb olunan şey uşaqların hisslərini onlara tanıtmasıdır və uşaqların hisslərini tanımasıdır. Məsələn, bugün uşaq aqressivdir, oğlan uşağıdır. Deyir ki, hə, sən kəs səsini, belə möhkəm səslə danışmaq olmaz, böyüklərə qarşı bu cür, belə deyim də, münasibət olmaz və s. və s. O bir aqressiyadır, düzdür, kiçikdən başlayır, hələ kiçik yaş dövründən. Bu aqressiya yavaş-yavaş yığılır. Məsələn, bu zaman valideyn neynəməlidir? Uşaqdan soruşmalıdır. Oğlum, niyə əsəbləşmirsən? Sənən nə olub? Bugün məktəbdə nə baş verib? O hisslərini anlatmağa başlayanda artıq burada məsələ uşaqlıqdan çözülə gəlir. O artıq bir psixoloji gigiyenaya çevrilir. Məsələn, mən əsəbləşdim. Tutaq ki, dostumun hansısa bir sözünə, hansısa bir hərəkətinə. Yəni, burada bir, belə deyim də, özünü böyük yaşlarda bir psixoloji gigiyenası olur ki, bəli, mən əsəbləşmişəm bu dəqiqə. Əslində, aqressiya həm konstruktiv tərəfi var aqressiyanın, həm də destruktiv tərəfi var. Yəni, konstruktiv aqressiya əslində bizi qoruyandır. Əgər biz aqressiya olmasaydı, ümumiyyətlə, biz özümüzü qoruya bilməzdik. Onda hər kəs gələrdi, ayağımızın üstünə çıxardı və biz buna dözərdik və sonra da yaralı bir ayağa sahib olardıq. Amma destruktiv aqressiya, yəni deyildiyi kimi, əgər mən hisslərimi tanımıramsa və valideynlərim də bunu mənə tanıtmaqda belə yardım eləmirlərsə və müəllimlər də həmçinin, məsələn, bugün orta məktəblərdə mən elə fürsətdən istifadə eləmişkən bunu da deyərdim. Çünki təkcə ailə uşaqları tərbiyə eləmir, həm də müəllimlər tərbiyə edir, məktəb tərbiyə edir. Burada da hansısa bir ola bilsin ki, ailədə problemi olan bir uşaqdır. Fərqi yoxdur, bu ailə natamam ailənin də övladı ola bilər və yaxud da ki, tam ailənin də övladı ola bilər. Məsələn, o uşağı bir psixoloqa yönləndirməkdəndirsə, onu bir dinləməkdəndirsə, bütün sinifin qarşısında həmin uşaqlar tənqid olunur, təhqir olunur hətta. Sən beləsən, səndən bir şey çıxmayacaq. Yavaş-yavaş biz neyinirik? Cinayətkarları biz özümüz yetişdiririk. Yəni, insan psixologiyasında belə bir xüsusiyyəti var ki, mənə bu şey olmayacaq. Yəni, pis nəsə baş verirsə kiminsə başına, təəssüflər olsun ki, bu insan psixolojisinin xüsusiyyətidir ki, yəni, mənim başıma bir şey gəlməyəcək. Amma bizim gördüyümüz o hadisə hər birimizin başına gələ bilər. Mən bir misala çəkəcəm, elə bu fürsətdən istifadə edərək. Deyir ki, bir günlərim sıçan gəlir qoyuna, toyuq olur, qoyun olur, bir də inək olur. Deyir ki, bəs sahibim tələ quraşdırır, mənə kömək eləyin. Hamısı deyir ki, bu sənin problemindir, biz təliyə düşməyəcəyik ki. Nəticədə nə olur? Təliyə bir ilan düşür və ilan həmin evin sahibəsini sancır. Bu zaman toyuq kəsilir ki, xəstəyə şorba bişirilsin, qoyun kəsilir ki, xəstəyə... Və zəncirvari bir proses gedir. Belə deyim də, dəyməyə gələnlərə yemək olsun və sonda sahibə dünyasını dəyişəndə həmin evin sahibəsi inəyi də kəsirlər ki, yası yola versinlər. Yəni, mən doğrudan da bu fürsətdən istifadə edib üzümü tuturam bütün cəmiyyətimizə ki, əslində biz özümüz də o uşaqları özümüz yaradırıq. Məsələn, bugün o, məsələn, idman zalında olan yeniyetmələr biganə qaldılar. Nəyə görə? Çünki psixoloji xüsusiyyətidir də, yəni təəssüflər
şükürlər olsun insana ki, mənim başıma belə bir şey gəlməyəcək. Yəni bunu Və ya daha çox kömək kənardan gələcək və ya polis gəlib yardım edəcək və s. və Bu s. zaman biz özümüzü həmin insanların yerinə qoymalıyıq. Həm valideyn olaraq, həm yəni övlad olaraq. Yəni yeniyetmə qız olsun, oğlan olsun fərqi yoxdur. Bəli. Özümüzü həmin insanların yerinə qoymalıyıq ki, bu mənim də başıma gələr, mənim övladımın da başına gələ bilər. Yəni bugün mən əlimə telefon alıb, məsələn, əcaib videolar yayırlar, çox yəni ki, qeyri-etik və ya da aqressiv xarakter daşıyan videoları yaymaq. Həmin bunu yayan insanlar kimdirlər? Onların kökündə hansı səbəb durur? Yəni psixoloji tərəfdən boşluğu olan, belə deyim də, öz sözünü normal şəkildə cəmiyyətə ifadə eləyə bilməyən insanlar bu cür şəkildə, məsələn, Dale Carnegie nə deyir? Deyir, insan hər zaman özünün əhəmiyyətli olduğunu göstərmək istəyir ki, mən əhəmiyyətliyəm. Fərqi yoxdur, mən cinayətkaram, yoxsa mən normal insanam, amma mən əhəmiyyətli olduğumu göstərəcəm. Yəni mən də varam. Hətta psixoloji tədqiqatlar belə bir araşdırmalar aparmışdılar ki, cinayətkarlar hansı ki ağır cinayət törətmişdilər, onlar hər günlərim məsələn maraqlanırdılar ki, bu gün mən qəzetdə çıxmışam, mənim şəklimi görmüsən və bununla fəxr edirdilər ki, mən varam, məni görürlər. Diqqət mərkəzindəyəm. Bəli, mən diqqət mərkəzindəyəm. Aydın, İlham, biz bu məqamı hələ incə